إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن محمدا عبده ورسوله أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى في محكم كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إنني أنا الله لا إله إلا أنا فاعبدوني وأقم الصلاة لذكري صدق الله العظيم. Değerli Müslüman kardeşlerim, Allah-u Teala Kur'an-ı Kerim'de Taha suresinin 14. ayesinde buyurur: Şüphesiz ki mən Allaham, məndən başqa heç bir ilah yoxdur. O halda mənə ibadət və məni xatırlamaq üçün namaz qıl. Allah'ı tanımaq, ona ibadət və itaat etmək bizim ən başda gələn vəzifəmizdir. Biz Allah'ı Kur'an və sünnədə ifadə olunan ad və sifətlərlə tanıya bilərik. Və əlbəttə ki, bütün dinlərin təməlində olduğu kimi, İslam dininin təməlində də tövhid gəlməkdədir. Tövhid Allah'a imandır. Allah'ın varlığını, birliğini, yaradan, yaşadan, ruzu verən və bəsləyib böyüdən tək Allah olduğunu, ondan başqa ibadətə layiq məbud olmadığını, ibadətin yalnız ona edilməsi lazım olduğunu, onun əzəli və əbədi olduğunu, bütün kamal sifətlərlə təzyin və bütün nöqsan sifətlərdən də uzaq olduğunu, Kur'an və sünnədə ifadə olunan ad və sifətlərlə bilib inanmağı, dillə təsdiqi və qəlblə də ona həqiqi mənada iman etməyi. Bu, tövhidin əslidir. Tövhid dedikdə, sadəcə dillə la ilahə illallah demək deyildir. La ilahe illallah vahdehu la şerike le lehul mulku ve lehul hamdu ve huve ala kulli şeyin kadir. Tövhid tam olmalıdır. Allah'a iman ettik, Allah'tan başka ilah yoktur dedik. Ama Allah'a hansısa bir əməlində, ibadətdə, itaətdə, imanda hər hansı bir kiçik bir ortaqlıq tövhidin təməlinin sarsılmasına və Allah korusun insanın şirkə və küfrə düşməsinə səbəb olur. Tövhid inancı bir müsəlmanın bütün həyatı ilə əhatəlidir. Birlik və vəhdət mənasına gələn tövhid həqiqi bir müsəlmanın gündəlik həyatında belə özünü əks etdirməli və göstərməlidir. Əlbəttə ki, bilik və düşüncənin, özlə sözün, inancla davranışın uyğunlaşmaması da buna daxildir. La ilahe illallah deyib, Allah'tan başqasına ilah olmadığını dillə deyib, qəlblə təsdiq etməmək, iman etmək deyildir. İyyəkə na'budu və iyyəkə nəstə'in, yalnız sənə ibadət edər və yalnız səndən mədət umarıq deyib, əməldə bunu göstərməmək tövhid deyildir. Tövhid dediyimiz sözlə əməlimizin eyni olmasıdır. İmanın əmələ yansımasıdır. Doğru məlumata və həqiqətən ilahi vəhyə dayanan və Rasulullah sallallahu aleyhi ve sellemin sünnəsindən güc alan bir məsələlərdə tövhid inancı insanın imanına təsir edən amillərdəndir. Bir insanın həyatında
düşüncə və davranışın bir araya gəlməməsində həqiqi bir qurtuluş yoxdur. Düşüncəsi ilə, dediyi ilə etdiyi eyni olmayan bir insanın nə bu dünyadan, nə də axirətdən bir nəsibi yoxdur. Diqqət edin, beynin tutarlı və ziddiyyətsiz ola bilməsi üçün inancları meydana gətirən məlumatların doğru və dəqiq olması lazımdır. Şübhə və tərəddüddən uzaq olmayan məlumatlar həqiqəti ifadə etməz. Bunun üçün də bizim əlimizdə içərisində heç bir şübhəsi olmayan Quran-ı Kərim vardır. Ondan sonra isə Rasulullah sallallahu aleyhi və səlləmin səhih sünnəsi vardır. Allah-u Teala Quran-ı Kərimdə Yunus surəsinin 36-cı ayəsində buyurur: bununla birlikdə insanların çoxu yalnız bir zən arxasında gedər. Amma zən gerçək adına heç bir şey ifadə etməz. Şübhəsiz Allah onların etdiklərini çox yaxşı bilir. Bu ayət bizlərə səhv məlumatı, səhv düşüncəni və səhv inancın insana fayda vermədiyini, şübhədən və zəndən insana xeyir gəlmədiyini bəyan edərək həqiqətə çəkir. Möhkəm və qüvvətli bir imana sahib olmayan bir insanın nə əməlində, nə danışığında, nə də yaşayışında bir fayda və xeyir olmaz. Budur ki, həqiqi bir tövhid əhlinin əməli tövhid inancına sağlam şəkildə qurulmalıdır. Odur ki, biz gün ərzində ən az 40 dəfə namaz vasitəsilə Allahdan istəyirik: İhdinə sıratal müstəqim. Allahım, bizi doğru yola yönəlt. Çünki əgər Allah-u Teala bizi sırat müstəqimə yönəltməsə, ondan başqa bizi heç kim qurtara bilməz. Dəyərli qardaşlarım, bizi bu yoldan ayırmaq üçün bir bilsəniz nə qədər səy göstərən şeytanlar vardır. Bizim tövhiddən ayrılıb şirkət və küfrə düşməyimiz üçün çalışan çoxlu sayda şeytanlar vardır. Onlar öz verdikləri sözə sadiq çıxaraq bizi azdırmağa çalışır. Amma biz Rəbbimizə verdiyimiz sözə sadiq çıxmağa çalışmırıq. Tövhid inancı müsəlman həyatına tam mənası ilə, xüsusən də iman və davranış şəklində əks etdirməlidir. Diqqət edin, Quran-ı Kərimdə imandan dərhal sonra salih əməlin zikr edilməsinin də hikməti budur. Doğru, yerində və gözəl əməldən uzaq bir iman insanı nə bu dünyada, nə də axirətdə həqiqi bir huzura qovuşdura bilməz. Çünki imanla bərabər əməl də olmalıdır ki, insan həm bu dünyada, həm də axirətdə həqiqi bir huzura qovuşsun. Halımıza baxaq və bunu anlamaya çalışaq. Biz inanan insanlar olaraq öz nəfsimizi mühasibə etmiriksə, demək ki, yalnız və yalnız özümüzü aldadırıq. Çünki düzəltməyə birinci öz nəfsimizdən başlamalıyıq. Əgər islah insanın özündən başlamazsa, ətrafa təsir etməz. Haqqın tərəfdarı olmaq, onu həyatımızın hər nöqtəsində ləyaqət və səlahiyyətlə və şərəflə riayət edərək üstün tutmağı tələb etməkdir.
Muaz bin Cəbəl radiyallahu anhu Rasulullah sallallahu aleyhi və səlləm belə buyurduğunu bəhs edir. Allah Resulü Muaz bin Cəbələ: ey Muaz, Allahın qulları üzərindəki haqqı nədir bilirsənmi? Muaz radiyallahu anh Allah və Resulü daha yaxşı bilir dedi. Allah Resulü Allahın qulları üzərindəki haqqı yalnız ona qulluq edib başqasını ortaq qoşmamalarıdır buyurdu. Allah Resulü davam edir: yaxşı, ey Muaz, bu əmr edilənləri yerinə yetirdikləri təqdirdə qulların Allah üzərindəki haqqı nədir bilirsənmi? Muaz radiyallahu Allah və Resulü daha yaxşı bilir dedi. Və Allah Resulü bu əmr edilənləri yerinə yetirdikləri təqdirdə qulların Allah üzərindəki haqqı cənnətə qoyulmalarıdır buyurdu. Allah-u Teala bizlərə haqlarımıza riayət etməyi nəsib eləsin. Ələ innə əhsənəl kələm və əbləğəl nizam kələmullahil məlikil azizil alləm və izə qur'əl qur'an fəstəmi'u ləh və ansitu ləalləkum turhamun. Elhamdülillah hamdan kamilen ve salatu ve selamu ala Resulina Muhammedin ve ala alihi ve ashabihi ecma'in ta'zimen li nebiyyihi ve tekrimen li fekhameti şâne şeref safi fekâle azze ve celle min gâilin mukhbiren ve âmira innallâhe ve melâiketehu yusallûne alen nebî ya eyyühellezîne âmenû sallu aleyhi ve sellimû teslîmâ. اللهم ارض عن خلفاء الراشدين أبي بكر عمر وعثمان وعلي وعلى بقية الصحابة والتابعين رضوان الله تعالى عليهم أجمعين. إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون. Şübhəsiz ki Allah-u Teala ədalətli olmağı, yaxşılıq etməyi və qohum əqrabaya öz haqlarını verməyi əmr edər. Pislikdən və azınlıqdan çəkindirər və hər zaman ibrət almamız üçün bizə öyüd və nəsiyyət edər.